Herkese salam, kanalıma hamınız xoş gəlmisiniz. Bugün 2 günlük vlog ile qarşınızdayım. Günə plan yazmaqla başlayıram. Şənbə günləri saat 11-in yarısında musiqi məktəbində dərsim var. Amma oraya gedərkən nəsə çəkməyi unuttum deyə videoda kadrları görməyəcəksiniz. Əslində məktəbdən sonraki bir günüm olaraq bir video çəkmək istirdim. Çünki əksəriyyətiniz mən məktəbə getmədiyimi düşünüb. Çünki mən daha çox videolarımı şənbə və bazar günləri və yaxud da tətil günlərində çəkmişəm. Ona göre istedim ki məktəbdən sonraki bir ders rutinim hakkında bir video çekim. Sadece çektiğim kadrlar elə də bəyənmədim. Həm də çox qısa alındı deyə həmin videoları sildim. Yeni bir vloga başladım. Sabah sınağa gideceğim için sınaq mövzularına baxdım. Orada funksiyalar və qrafiklər mövzusu da sınağa düşüb. Mən isə o mövzunu işləmədiyim üçün indi başlayıram işləməyə. Riyaziyyatı işlədikdən sonra gəlin sizi içəri şəhərə aparım. Eve geldikten sonra riyaziyyata devam elədim. Bugün OTK sınavına geleceğim. Ve bu benim ilk sınavımdı. Yani bu il ərzində veya 9. sınıf ərzində heç bir sınava getməmişəm. Ona göre biraz heyecanlıyım. Əbov və Əkobun bəzi düsturlarını konspekt olarak çıxarıram.
Artıq sınaq vaxtıdır. Belə bordovu köynək geyinəcəm. Altına da belə bir cins. Qarandaşıma bir ədəd qələm qoyacağım. Karandaş bir də pozam. Bir daha salam. İndi imtahandan çıxmışam və sizə təəssüratlarımı bölüşmək istəyirəm. Bir dənə ingilis dilinin cavabı çıxıb hələ ki. Saat 7-dir. Və YouTube'da bir dənə ingilis dilinin cavabı var. Riyaziyyatla Azərbaycan dili yoxdur. Ona görə hələ yoxlaya bilməmişəm. Yoxlayandan sonra da sizə səhv düzümü deyəcəm. Azərbaycan dilindən bir problemim olmadı əslində. Yazdım. Sadəcə mətinləri çox uzun idi buradan bura. Belə. Sonra riyaziyyat da asan düşmüşdü əslində. Rahat idi. Amma sadəcə 2 dənə sualda çətinlik çəkdim. Biri çox ədlinin dərəcəsi. Bu çox ədlinin dərəcəsi məncə yolunu düz gedirdim. Amma nəsə alındıra bilmədim. Ona görə bunu yazmadım. Bir də burada qayıq məsələsi. Mənim həmişə qayıq və kater məsələlərində işləyə bilmirəm. Ona görə bunda da bir problem yaşadım. Bir dənə ingilis dilinin cavabı çıxıb bayaq dediyim kimi. İngilis dilindən qrammatikadan bir dənə səhvim çıxdı. Bu da diqqətsizlik səhvidir əslində. Burada talk loudly deyir. Yəni yüksəkdən danışmaq. Yüksəkdən danışmaq deyir. Mən də kitabxanada yazmışam ki, yüksəkdən danışmaq olar. Amma həmişə bu loudly-ni elə bilirəm ki, astadan danışmaq deməkdir. Ona görə should götürmüşəm. Cavab isə mustn't. Qalan yerlər düzdür. Bir də listening-in cavabı çıxmayıb. Amma məncə listening düzdür deyə düşünürəm. Azərbaycan dili və riyaziyyatın suallarını da hansısa müəllimlər izah edirdi. Onlardan yoxladım. Bu sual səhv çıxdı Azərbaycan dilindən. Amma məncə bunu düz yazmışam. D variantı yazmışam. Çünki birinci cümlədə deyir ki, bağı gəzəndə güllərin qoxusundan məst olursan. Burada ikinci şəxsin təki olduğuna görə ümumi şəxsli cümlədir. İkinci isə binanın özünü də təzələmək lazımdır. Burada şəxssiz cümlədir. Məncə D variantıdır, amma müəllim orada C variantını götürdü. Burada bunlar düzdür. Burada səhvim var. Sonra burada bir dənə də səhvim var. Açıq sual düzdür. Bir dənə də səhvim olmalıydı. Hə, burada. Burada isə deyir ki, sözün mətndəki funksiyası. Söz burada operanın pərdəsi idi. Mən isə burada operanın hissəsini bildirir yazmışam sözün mətndəki funksiyasına. Mətndəkindən fərqli funksiyası isə ev əşyası olaraq yazmışam. İndi isə riyaziyyata baxaq. Riyaziyyatda bunu səhv yazmışam. Bunu da gəldim, çox heyfsifləndim səhv yazdığıma görə. Çünki mənfi kök altı 5-dən mənfi 3 çıxır da təxmini. Amma mən isə mənfi 2 götürmüşdüm. Sonra bunu da yazmamışdım. Burada bir müəllim, mən burada 2 dənə cavab tapmışam. Mənfi 10 bölünsün 3, bir də mənfi 4 idi səhv eləmirəmsə. Mənfi 4'ü yazmışam cavab kağızına. Amma bir müəllim cavabda mənfi 4 tapdı, bir müəllim mənfi 10 bölü 3. Mən də birinci 10 bölü 3 tapmışdım, amma cavab kağızında dəyişdim. Sonra riyaziyyatda bu qədər. Eğer siz de sınava getmişsinizsə, necə yazmışsınız və neçə bal gözləyirsiniz, onu aşağı yaza bilərsiniz. Mən 200'dən yuxarı bal gözləyirəm. Cavablar çıxanda bir də sizə xəbər verəcəm. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı və videomu bəyənməyi unutmayın. Hələlik.